2 may gecəsi ilhaq edilmiş Krım pilotsuz təyyarələrlə kütləvi hücuma məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə işğalçıların hava hücumundan müdafiə sistemi güya işğal olunmuş Krım ərazisi üzərində 89 ədəd Ukrayna pilotsuz təyyarəsini məhv edib. Yerli ictimaiyyətlər yarımadanın bir neçə yaşayış məntəqəsində partlayışlar barədə məlumat yayıb. Krimski Veter Telegram kanalı Sevastopol, Canköy, həmçinin hərbi aerodromların yerləşdiyi Sakin, Novofidorovka və Qaçada partlayışların eşidildiyini bildirib. Krımda səsli gecəni təsdiqləyən videolar onlayn yayımlanıb. Kadrlarda həmçinin Qaça aerodromuna yaxın Uklovay kəndində yanğın görünür. Krimski Veter qeyd edir ki, Rospepeo-nun işindən sonra nəsə yanır. Sevastopolun qondarma qubernatoru Mikhail Razvozayev Krıma hücumu təsdiqləyib. O bildirib ki, Sevastopolda işğalçılar pilotsuz təyyarələrin hücum cəhdini dəf edirlər. Razvozayev yazıb ki, hücumu dəf etmək üçün Rusiya donanması cəlb olunub. Onun sözlərinə görə Ruslar Xersonis şəhəri, Sevastopol körfəzi, Qaça və Balaklava rayonlarında dəniz üzərindən Sevastopola qarşı kütləvi kombinə edilmiş hücumu dəf edirlər. Həmçinin gecə saatlarında Ruslar Krım körpüsündə hərəkəti dayandırıblar. Hərəkət yalnız 2 saat yarım sonra bərpa olunub. Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko Krıma hücumun baş verdiyinə işarə edib. Krımın demilitarizasiyası Qara Dənizdə təhlükəsizliyin mühüm tərkib hissəsidir. Rusiya SSR dövründə olduğu kimi Krıma hərbi baza kimi baxır və bu gəmiçilik üçün birbaşa təhlükədir. Həmçinin müvəqqəti işğal olunmuş yarımadadan Ukrayna şəhərlərinə hücumlar həyata keçirilir. Rayondakı hərbi obyektlərdə baş verən partlayışlar müstəsna olaraq təhlükəsizliyin bir komponentidir, deyə o qeyd edib. Videolardan birində yerli sakinlərdən biri BUA-ların raket briqadasının yerləşdiyi əraziyə uçduğunu iddia edir. Второе мая. Доброе утро в Каче. Ебать! Ой-ой-ой, блядь, это прям близко. Ой, сейчас. Блядь, это прям над нами, нахуй. Ух, блядь! Ебать! Аж, блядь, пиздец. Это над магазином, нахуй! Это, Все, тихо. Сигнализация аж заиграла, нахуй. это над магазином сейчас. Ебать. Блядь, дверь открыла. Тихо, мам. Это аж над магазином. Guardianın məlumatına görə Ukrayna qoşunları Moskvanın yay hücumuna başlayacağını gözləyirlər və ABŞ-ın sülh səylərindən çox məyus olduqlarını bildirirlər. Ukraynanın şimal-şərq cəbhəsində Askol çayı yaxınlığında Ukrayna artilleriya bölməsi Rusiyanın yeni irəliləyiş dalğasını dəf etməyə hazırlaşır. Ağacların və maskalanma torlarının altında əsgərlər köhnə bir Sovet haubitsasının növbəti zərbə üçün hazırlayırlar. Topçu Yuri biz hazırıq deyə qışqırdı. Aman
Hind atəş əmri verdi və bir atəş samanı yardı. Bir vaxtlar turistlərin sevimli məkanı olan bu yerlər indi döyüş meydanına çevrilib. Düşmən strateji əhəmiyyətli Kupianskı aparan El-79 magistralını ələ keçirmək, sonra isə Xarkovu mühasirəyə almaq üçün Oskol çayını keçməyə çalışır. Ukrayna Milli Qvardiyasının Burevi 1-ci briqadasından kapitan Serhiy izah edir. Bizim vəzifəmiz onların çayı keçməsinin qarşısını almaqdır. Biz bunu arxadakı logistikalarını atəşə tutmaqla edirik. Onun sözlərinə görə son aylarda Rusla texnikanı köçürmək cəhdlərini əhəmiyyətli dərəcədə azaldıblar. Onların ponton körpüləri dərhal məhv edilir. Dronlar düşmən texnikasına qarşı istifadə olunur. Bəziləri çayı keçməyə cəhd edərkən batır. Yanmış texnikanın yanında Rus əskərlərinin cəsədləri yatır. Topçu Yuri deyir, bəzən ölülərini aparırlar, bəzən də yox. İtlər onların qalıqlarını yeyir. Çoxlu Rus öldü. Bu xoşumuza gəlir. Cəbhə xətti daim dəyişir. Döyüşlər tarlalarda və dağıdılmış meşə zolaqlarında gedir. Ruslar taktikasını dəyişdirərək təkcə BMP-lərdən deyil, həm də ATV-lərdən, motosiklərdən, hətta mülki avtomobillərdən istifadə edirlər. Sergey deyir, çox vaxt mövqe tuturlar. Biz əks hücum edirik və geri alırıq. Bu irəli-geri hərəkətdir. Əhəmiyyətli bir irəliləyiş yoxdur. ABŞ-ın atəşi dayandırmaq səylərinə baxmayaraq Moskva döyüşməyə davam edir. Putin qələbə günü atəşkəs elan etdi. Lakin o Pasa bayramında da oxşar vədlərini pozdu. Rusiya ötən payızda müəyyən uğurlar qazansa da onun irəliləyişi indi yavaşlayıb. Əsas fəaliyyət Donetsk vilayətində davam edir. Pakrovskda Ukrayna qoşunları vəziyyəti sabitləşdirib. Konstantinovkada isə düşmən irəliləyir. Donald Trumpın Vladimir Dayan çağırışına məhəl qoymayan Putin regionu tamamilə ələ keçirmək istəyir. Ukrayna hərbçiləri ABŞ-ın Moskvaya, xüsusən də Krım və digər 4 regiona güzəştlər nəzərdə tutan münaqişənin həlli təklifini təhlükəli president adlandırıblar. Əskərlərdən biri deyir, bu ərazi bölgüsünü güc yolu ilə qanuniləşdirir və dünya üçün Pandora qutusunu açır. Bu bizim ölkəmizdir. Təhədlərimizin harada olduğunu Trump müəyyənləşdirməməlidir. Son döyüşlərdən sonra Dvureşnaya xarabalığa çevrilib. Yerli sakin Yevgeni qonşusu Vladimirin tibbi yardım almadan yaralarından necə öldüyünü danışıb, cəsədi tövləyə apardıq, amma dəfn etməyə vaxtımız olmadı. Sonra Kutkovkaya piyada qaçdıq. Kupiansk meri Andrey Besedinin sözlərinə görə ərazi davamlı atəş altındadır. Ayda 1500 zərbə əsas şəraitin olmamasına baxmayaraq yanğın zonasında təxminən 750 nəfər qalmaqda davam edir. Bəzi əskərlər bu yay Rusiya hücumunu gözləyirlər və onun operatoru Alex deyir, zəiflik gördükləri zaman əllərindən gələni alırlar. Başqa bir hərbi rəsmi ABŞ-ın sülh təşəbbüslərinin olduqca məyus edici olduğunu bildirib. Zelenski beynəlxalq siyasəti başqa bir işğalın real təhlükəsi ilə tarazlaşdırmağa məcburdur.